Vətən müharibəsi şəhidi Leytenant Murtuz Abbasovun atası vəfat edib. Bölgə TV xəbər verir ki, şəhidin atası Çingiz Abbasov yaşadığı Lerik rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, Abbasov 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq leytenant kimi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb. O 22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin qaytarılması üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən puskusuna düşüb. Bu zaman leytenant Abbasov 6 nəfər yoldaşı ilə birlikdə döyüş üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 hərbiçisi qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətinə görə ordeni, Vətən uğrunda və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub. Rəna Rövşən qızı, Bölgə TV.